Salam, bugün sınaq 32-nin izahına baxacağıq. Sınaq 32-nin birinci sualında deyilir ki, geoxronoloji cədvələ əsasən hansı ifadə doğrudur? Deməli, A variantında bitki toxuması heyvan toxumasından əvvəl yaranmışdır. Bu doğru deyil, çünki heyvan toxuması yaranıb, daha sonra bitki toxuması yaranıb. B variantında deyir ki, xarici skelet daxili skeletdən sonra yaranmışdır. Birinci daxili skelet yaranıbdır, çünki proterozoida biz deyirdik ki, xordallar yaranıbdır və xordallardan sonra xarici skelet, çanaq skeletidir, xitin skeleti bunlar yaranmışdır. Bu, yəni doğru cavab olar. B variantımız doğru cavabdır. Heyvanlar bitkilərdən öncə quruya çıxmışdır. Bu da doğru cavab deyil. Bitkilər quruya çıxır, daha sonra heyvanlar. İlk məməlilər timsahlardan sonra yaranmışdır. Xeyr, ilk məməlilər timsahlardan sonra yaranmayıbdır. Timsahlar daha sonra ilk məməlilər deməli əmələ gəlir. Timsahlardan sonra yaranmışdır. İlk məməlilər, daha sonra timsahlar, bəli. Bakteriyalar və ibtidai göbələklər eyni geoloji erada quruya çıxmışdır. Bakteriyalar quruya çıxır, daha sonra göbələklər quruya çıxır. Ona görə burada düzgün cavabımız B variantı olar. İkinci suala baxırıq. Eyni geoloji dövrdə baş verməyəni seçin. Bakteriyaların quruya çıxması və bitki hüceyrəsinin yaranması. Bu, eyni geoloji dövrdədir. Ona görə bu variantımız getdi. Digərində deyir ki, heyvanlarda hava ilə tənəffüs orqanlarının yaranması, bilirik ki, bu silurdadır. Plaonların ot və ağac formalarının yaranması, bu da getdi. Əsl sümüklü balıqların meydana çıxması və toxumlu qıcıların yox olması, bu da triasdadır. Bu da düz deyil. İnsanın əmələ gəlməsi, müasir bitki qruplarının formalaşması, bu da eyni deməli dövrə əhatə eləyir. Caynaqların yaranması, örtül toxumların yaranması, biz örtül toxumlardan əvvəl caynaqların yaranmasını onsuz da öyrənmişdik. Ona görə düzgün cavabımız olar E variantı. Heyvanların ilk dəfə quruya çıxdığı dövrdə baş vermişdir. Heyvanların dediyinə görə biz burada mollyuskları götürürük. Deməli, burada silurdaydı və nə deyir? Çılpaq toxumların meydana gəlməsi silurdan sonradır, bu deyil. Plaonların ot ağac formalarının yaranması, bəli, bunlar ikisi də eyni dövrləri əhatə eləyir. Dördüncü suala baxırıq. Dördüncü sualda deyilir ki, maddələr mübadiləsinin nizamlanması necə həyata keçirilir? Maddələr mübadiləsi bilirik ki, həm sinir, həm də humoral yolla tənzimlənir. Baxaq cavablara. Somatik sinir sistemi vasitəsilə, xeyr, somatik sinir sistemi vasitəsilə deyil. Həm somatik, həm vegetativ bu da olmaz. Çünki endokrin sistem də burada təsir göstərir. Vegetativ sinir sistemi yox, humoral yox. Vahid neyrohumoral mexanizmlər, bəli, bu düzgün cavabdır. Beşinci suala baxırıq. Beşinci sualda deyir ki, vitaminlər və mikroelementlər orqanizmdə maddələr mübadiləsində nə kimi rol oynayır? Biz elə bu vitaminlər bölməsində dərs oxuyanda vitaminlərin tənzimləyici rol oynadığını öyrənmişdik. Düzgün cavabımız olar A variantı. Daha sonra 6-cı suala baxırıq. Vitaminlər haqqında hansı ifadə doğru deyil? Qidalanma düzgün getmədikdə orqanizmdə vitamin çatışmazlığı baş verir. Bəli, normal vitamin qəbul etməsək çatışmazlıq baş verə bilər. B variantında deyir ki, vitamin çatışmazlığı hipervitaminoz yox, hipovitaminnoz adlanır. Ona görə elə bu variant doğru olmaz. 40-a qədər vitaminə tələbatımız var, bu düzdür. Bir vitamin digər vitamini əvəz edə bilmir. Bəli, bu da düz variantdır. Üzvü maddələrdir, bu da düzdür. 7-ciyə baxırıq. Fotosintez edicilərə eukaryotların neçə aləminin nümayəndələri arasında rast gəlinir? Biz ümumiyyətlə fotosintez edənləri 3 aləm götürürdük. Bakteriyalar, bitkilər və heyvanlar. Göbələklərdə bilirik ki, fotosintez edən canlı yoxdur. Eukaryotlar dediyinə görə bakteriyaları çıxırıq, bitkilər və heyvanlar qalır, yəni 2 aləm cavabımız olar B variantı. 8-ci sualda bitki mənşəli qida ilə qidalanan məməli heyvanlara aid uyğunlaşma deyil. Ağzı dişlərinin səthinin qırışlı olması, bu ona aid nümunədir. Çünki məsəl üçün büküşlü olması atlardadır. Atlardan da bilirik ki, məsələn, bitki mənşəli qida ilə qidalanırlar. Bağırsağın uzun olması, bu da bitki mənşəli qida ilə uyğunlaşmadır. Mədənin bir neçə şöbədən ibarət olması gövşəyənlərdədir. Bu da düz cavabdır. Bağırsaqda sellulozanın parçalanmasında iştirak edən bakteriya və bir hüceyrəli heyvanların yaşaması. Bəli, bu da düzgün cavabdır. Məməlilərdə elə budur. Selülaza fermentinin daha çox olması bitki mənşəli məməli heyvanlara aid olduğu dediyi üçün selülaza mollyusklara, həşəratlara aiddir. Ona görə bu cavab düzgün olmaz. 9-cuya baxırıq. Doğru fikirləri seçin. Məməli heyvanın bütün hüceyrələrində mərkəzi hüceyrəyə rast gəlmək olar. Bu doğru fikir deyil, bu yanlış fikirdir. Çünki elə yumurta hüceyrədə hüceyrə mərkəzi yoxdur. Spermatozoidin hüceyrə mərkəzi yumurta hüceyrəyə daxil olur.
Sonra ikincidə ali bitkilərin heç bir hüceyrəsində yumurta mərkəzinə rast gəlinməz. Bu doğru fikirdir. Bizdən nə deyir? Deyir ki, doğru fikirləri seçin. Bu birincini biz götürmürük, bu doğru deyil çünki. İkincini götürürük çünki bu doğrudur. Bəzi orqanoidlər müxtəlif orqanizmlərdə eyni quruluşa malik olmaya bilər. Bəli, bu da düzdür. Çünki Holgi kompleksi deyirdik ki, orqanizmlərdə fərqli quruluşdadır. 2-3 düz cavabımızdır. Baxaq digər varianta. Deməli, digər variantda nə deyir? Endoplazmatik şəbəkə və Holgi aparatı maddələrin toplanması və hüceyrə xaricinə daşınmasında iştirakına görə oxşardır. Hüceyrə xaricinə daşınmasında iştirakına görə oxşar deyil. Çünki biri hüceyrə daxilində daşınmanı təmin edir, biri də hüceyrə xaricində daşınmanı təmin edir. Ona görə 9-da olar cavabımız D variantı 2 və 3. 10-cu sualda tənəffüs prosesi haqqında verilən fikirlərdən neçəsi doğrudur? Hüceyrə tənəffüsünün getməsi üçün bilavasitə tənəffüs sistemi orqanları vasitəsilə hüceyrə tənəffüsünün getməsi bilavasitə tənəffüs sistemi orqanları vasitəsilə həyata keçirilmir. Bəli, bu doğrudur. Çünki hüceyrə tənəffüsü hüceyrənin daxilində mitoxondrilərlə gedir. Amma tənəffüs sistemi orqanizmə yalnız karbon qazını xaric etmək, oksigeni daxil etmək funksiyasını daşıyır. Bu düz cavabdır. Hüceyrə tənəffüsündə bilirdik ki, enerji əmələ gəlir, amma tənəffüs orqanlarının funksiyası orqanizmə yalnız karbon qazını, daha doğrusu oksigeni daxil etmək, karbon qazını xaric etməkdir. Bu düz cavabdır. İkincə deyir ki, ağciyər, qəlsəmə və traxeya vasitəsilə tənəffüs edən bütün canlılarda oksigenin hüceyrələrə çatdırılması qan vasitəsilə həyata keçirilir. Bu düzgün cavab deyil. Çünki elə biz traxeyalarda bilirdik ki, oksigen qan vasitəsilə çatdırılmırdı. Həşəratlarda çünki qan oksigeni daşımaq funksiyasını yerinə yetirmirdi. Bu düz deyil, bunu çıxırıq. İstənilən canlıda tənəffüs prosesinin normal getməsi üçün nəm mühitin olması vacibdir. Bəli, burada nəm mühitin olması vacibdir. Çünki məsəl üçün adi insanın alveollarında bilirdik ki, alveolların daxili nəmlidir. Çünki burada qazların daxil olması üçün nəmin olması vacibdir ki, bu qazlar suda həll olsunlar və suda həll olan qazlarda da, yəni nəm mühitdə də diffuziya daha rahat gedir. Ona görə bu cavab düzgün olar. Məsəl üçün traxeyanın içərisində bilirdik ki, mayelər var idi. Çünki burada oksigenin rahat daşınması üçün mayelər olurdu. Ona görə bu cavabımız düzgün olar. Quruda yaşayan canlılar ağciyər, traxeya, dəri və qəlsəmələr vasitəsilə tənəffüs edə bilərlər. Qəlsəmələr vasitəsilə tənəffüsü biz suda yaşayan canlılara aid eləmişdik. Ona görə bu cavabımız da düzgün olmaz. 1 və 3, yəni cavabımızdan ikisi doğru olar. Bizdən də doğru olanları soruşur. 11-ci suala baxırıq. Əgər cücülərdə maksimum sayda qarıncıq buğumları olsaydı, yəni 11 dənə qarıncıq buğumları olsaydı, stigmaların sayını sonuncu qarıncıq buğumunda bilirik ki, stigma yoxdur. 10 dənə buğumda 2 dənə stigmadan eləyir 20. Döş buğumunda da elə bil 2 döş buğumunda olanda da 4 dənə eləyir 24. Cavabımız olar A variantı. Hansı xüsusiyyətinə görə ribosom hüceyrə mərkəzinə oxşardır? Biz deyirdik ki, hüceyrə mərkəzi necə quruluşdadır? Bir-birinə perpendikulyar olan iki cisimcikdən ibarətdir. Ribosom da iki hissəcikdən ibarətdir. Yəni ona görə ikisinin də oxşarı olar, iki hissədən ibarət olma. Burada da variantlara baxanda variantlarda cavabımız E variantına uyğun gəlir. İki hissədən ibarət olma. Sonra 13-cü suala baxırıq. 13-cü sualda nə deyir bizə? Deyir ki, həm bütün tip hüceyrələr, həm də bəzi orqanoidlər üçün səciyyəvi olan orqanoid haqqında hansı fikir yanlışdır? Bütün tip hüceyrələr üçün ribosom olur. Bəzi orqanoidlər, məsələn, xloroplastda, mitoxondrida, onların tərkibində də ribosom olur. Ona görə elə deməli ribosomdan danışılır. A variantında deyir ki, tərkibində peptid rabitə ola bilər. Bəli, peptid rabitə ola bilər tərkibində. Çünki biz deyirdik ki, zülallar peptid rabitə ilə birləşir. Bu fikir düzdür, bu getdi. Sonra B variantına nüvəcikdə sintez olunur. Bəli, nüvəcikdə sintez olunur. İki müxtəlif ölçülü hissəcikdən biri böyük, biri kiçik. Bu da düzdür. Tərkibində hidrogen rabitə ola bilməz. Niyə görə ki, ola bilər tərkibində hidrogen rabitə? Zülalların daxilindəki, məsələn, radikalda ola bilər və yaxud da ki, translyasiya prosesində, məsəl üçün, nəqliyyat RNT-nin tərkibində ola bilər, məlumat RNT-nin də daxilində ola bilər. Ona görə bu cavab elə yanlış cavabdır. Fəaliyyəti nəticəsində hüceyrədə peptid rabitənin sayı artır. Bəli, bu düzgün cavabdır. 14-cü suala baxırıq. 14-cü sualda deyir ki, panspermiya fərziyyəsinin tərəfdarı
həyatın əbədiliyinin həyatın əbədiliyi fərziyyəsinin yaradıcısı sayılan bu alim həm də deməli, burada Vernadskidən söhbət gedir. Bu alim həm də biosfer təliminin müəllifidir. Düzgün cavabımız elə olar A variantı. Ekologiya termini deməli, Heckel Müllerə aiddir. Bu getdi. Mikrobiologiya və immunologiya Pasteurdir. Louis Pasteur canlıların sadədən mürəkkəbə doğru inkişaf etdiyini fikrini sürən, deməli, bu da deyil. Nobel mükafatına layiq görülən bu da deyil. Elə A variantı olar düzgün cavabımız. 15-ə baxırıq. Biri Louis Pasteur'in işlərinə aid deyil. Quduzluğa qarşı vaksin kəşf eləyib. Bu onun işidir. Mikrobiologiya və immunologiya elminin təməlini qoyub. Bu da onun işidir. Biogenez fərziyyəsini təcrübələrlə sübut etməyə çalışmışdır. Bəli. Həyatın spontan yaranmasını Aristotel göstərmişdir. Ona görə bu düzgün cavab deyil. Yəni Louis Pasteur'in işinə aid deyil. Sterilizasiya və dezinfeksiya işlərinin əsasını qoyub. Bu da onun işidir. 16-cı suala baxırıq. 16-cı sualda deyir ki, hansı alimin həyat anlayışı verdiyi tərif digər planetlərdə də həyatın mümkünlüyünə inancı özündə əks etdirir. Həyatın deməli, həyata dair tərifləri Engelsdə, bir də Wolkensteinin tərifləri daha dolğun tərif idi. Onların tərifinə görə də Wolkensteininki daha çox digər planetlərə aid ola bilər. Niyə görə daha çox digər planetə aid olar? Çünki Wolkenstein deyirdi ki, həyat, yəni yer üzərində olan canlılar özünü törədən açıq sistemlərdir. Açıq sistem olduğuna görə biz də biosferi öyrənəndə demişdik ki, maddələr dövranı qapalı dövrandır, amma enerji dövranı açıq dövrandır. Çünki xaricdən, günəşdən enerji gəlir. Ona görə Wolkenstein digər planetlərdə həyatın mümkünlüyünü, inancını özündə elə bil ki, az da olsa əks etdirər. Ona görə düzgün cavabımız olar B variantı, amma Engelsin fikirləri də ona yaxındır. Yəni Engels də bunun mümkünlüyünü hardasa göstərir. 17-ci suala baxaq. Amma elmi əsasa görə Wolkensteinin tərifin mənə görə daha düzgün olar. Elə müəllif də burada B variantını düzgün götürübdür. 17-ci suala baxaq. Hansı xəstəliyin ötürülməsini həm geneoloji, həm də biokimyəvi üsulla araşdırmaq olar? Biokimyəvi üsulla araşdırmaların içərisində elə şəkərli diabetin özü verilmişdi. Geneoloji üsulda məncə güvən dərsliyində açıq-aşkar göstərilmişdi. Ona görə şəkərli diabet cavabı burada düzgün cavab olar. Çünki biz deyirdik ki, şəkərli diabet nəsildən nəslə keçməsə də şəkərli diabetə meyillilik var. Məsələn, əgər birinci nəsildə şəkərli diabet olan xəstələr varsa, ikinci nəsildə ona meyillilik ola bilər. Əgər düzgün qidalanmırsa, artıq o şəkərli diabet xəstəliyinə yoluxa bilər. Yəni, baş verə bilər insan bədənində. İnsan genetikasının öyrənilməsinin hansı üsulu ilə Şerşevski-Terner sindromunu aşkarlamaq olar? Şerşevski-Terner sindromunu sitogenetik üsulla aşkara çıxardırdıq. Down sindromudur, Şerşevski-Ternerdir. Bunları ona görə sitogenetik üsul daha düzgün cavab olar. Yenicə dünyaya gəlmiş eyni yumurta əkizlərində fərqli ola bilər. Qan qrupları eynidir, dərilərinin rəngi eynidir, xromosom sayı eynidir, cinsiyyəti də eynidir. Amma barmaq izləri bir-birindən fərqli olar. 20-ci sualda deyir ki, hansı genotipli valideynlərin nigahından doğulacaq övladların hamısı albinizm əlamətinə görə yalnız daşıyıcı olar. Yalnız daşıyıcı hamısı deyirsə, onda biri homozigot, digəri resesiv, biri dominant, digəri resesiv olar. B variantı düzgün olar ki, burada da A əmələ gəlir. Hamısı daşıyıcı olacaq. 21-ci də hansı əlamətin qadın və kişidə rast gəlmə tezliyi bərabər olar? Daltonizm bilirik ki, X-la keçir. Bu bərabər deyil. Çünki bunda qadınlar daşıyıcıdır, kişilər ya xəstə ya da sağlam olur. Əzələ atrofiyası, hemofiliya bunlar da olmaz. Qulaqda tüklülük Y-la elə bil ötürülən xəstəlik olduğuna görə bu da rast gəlmə tezliyi bərabər. Marfan sindromu hər ikisində eyni qaydada olar. 22-də prokaryotlarda baş verir deyir. Prokaryotlarda baş verən sitokinezdir. Sitoplazmanın bölünməsi. Bu düzgün cavabdır. Karyokinez nüvənin bölünməsidir. Onlarda nüvə yoxdur. Organoid səviyyəsində çoxalma, xloroplast mitoxondridən söhbət gedir. Bu da aid olmaz. Tetrad əmələ gəlmə 2 dənə diploid xromosomun yanaşı yerləşməsidir tetrad. Yəni, məsələn, meyoz 1-də konjugasiya baş verir. 2 dənə diploid xromosom yanaşı yerləşirlər. Konjugasiya baş verib, daha sonra crossingover baş verməsi üçün. Ona görə bu da ona uyğun olmaz. Elə çarpazlaşmanın özü də düzgün cavab olar A variantı. 23-də deyir, interfazaya başlayan hüceyrələrin sayı 5. Bu hüceyrələrin hər birinin diploid xromosom sayı 24 olarsa, 5 dənə hüceyrədir və hər biri 2N-dir. Deməli, başlayan hüceyrələrin sayı 5. İnterfazanın sonunda hüceyrələrdə olan yenə xromosomları soruşur. Ona görə 5-i vuraram 24-ə.
5'i 24'ə vuranda eləyər cavabımız 120 C variantı. Daha sonra 24-cü suala baxırıq. 24-cü sualda deyir ki, 2 qat mayalanmadan bilavasitə əvvəl diploid bitkinin ruşeym kisəsində olan hüceyrələr heterozigot genotipli ola bilərmi? Biz deməli bunu nəyə əsasən deyirdik? Biz deyirdik ki, makrospor əmələ gəlirmi? Makrospor əmələ gələndən sonra onda elə bil ki, makrospordan N xromosom dəstinə malik olur da, makrospordan sonra mitoz bölünmə keçir. Mitoz bölünmədə də eyni tipdə elə bil ki, nüvələr əmələ gəlirdi. 8 nüvəli ruşeym kisəsi əmələ gəlirdi və onlar eyni tipdə olduğuna görə həmin o eyni tipdə nüvələr birləşib mərkəzi hüceyrəni əmələ gətirirdi. Ona görə burada ola bilər cavabımız, heterozigot ola bilməz olar cavabımız. Yalnız mərkəzi hüceyrə ola bilər, çünki digər haploid xromosom dəstinə malik deyil. Xeyr, burada genotipli deyir. Ona görə A cavabımız düzgün deyil. Ola bilməz, çünki mayalanmadan öncə ruşeym kisəsində diploid xromosomlu hüceyrə olmur. Elə mayalanmadan sonra da diploid xromosomlu hüceyrə daxil olmur ki, ora daxil olan ola bilməz, çünki mayalanmadan öncə ruşeym kisəsində diploid xromosomlu olur, mərkəzi hüceyrə məsələn olur. Ona görə bu da düz deyil. Bütün hüceyrələr yalnız homozigot ola bilər, çünki ana hüceyrə meyoz yolla bölünür və sonra bu hüceyrənin bəli mitoz yolla bölünməsindən əmələ gələn hüceyrələr hamısı eyni genotipli olur və onlar birləşirlər. Birləşəndə də diploid olmağına baxmayaraq eyni tipdə, elə bil eyni genotipli olurlar. Ona görə düzgün cavabımız olar elə C variantı. Daha sonra 25'ə baxaq. Verilən xəstəliklərin törədicilərini otaq şəraitində yaşama qabiliyyətinə görə çoxdan aza doğru düzün. Qızılı stafilokoklar 72 saat idi. Difteriya çöpləri 11 saat idi. Qripdə 4 saat olardı. Ona görə çoxdan aza doğru dediyinə görə birinci qızılı stafilokok, difteriya çöpü və qrip olar. Düzgün cavabımız elə B variantı olar. Daha sonra epidemioloji xarakteristikasına görə virus xəstəliklərinin növləri antroponoz və zoonoantroponoz, bu ilə dərsliyin özündə də yayılmışdı. 27-ci sualda hepatitin hansı forması həm qanla, həm də cinsi yolla yoluxa bilər? Deməli, hepatit C həm qanla, həm də cinsi forma ilə yoluxa bilər. Düzgün cavabımız olar C variantı. Hepatit A qida vasitəsilə idi, hepatit B də qan vasitəsilə idi. Hepatitin hansı forması həm qanla, həm də qida ilə? Bəli, bu da hepatit A-dır. Düzgün cavabımız elə olar A variantı. Hansı xəstəliyə yoluxmuş insan bir daha bu virusa yoluxmur? Biz deyirdik ki, qızılcadır, su çiçəyidir, məxmərəkdir. Bu xəstəliklərə yoluxan insan bir də yoluxmur, çünki qanda ona qarşı antitel əmələ gəlir. Qazlı qanqrena xəstəliyinin törədiciləri bakteriyalardır. Bu xəstəlik bakteriyalar vasitəsilə insana yoluxur. Daha sonra 31'də spor əmələ gətirməyən çöp şəkilli bakteriyalar salmonellalardır. Bu dərsliyin sonunda yazılıbdır. Dərsliyin sonunda yazılan terminlərə də fikir verin. Çünki testlərdə artıq onlardan da düşür. 32-ci suala baxırıq. 32-ci sualda deyilir ki, meyoz prosesinin gedişində 16 hüceyrədə sentromer sayı artırsa, meyoz prosesinin gedişində 16 hüceyrədə, deməli, sentromer sayı artırsa, başlanğıc hüceyrələrin sayı neçə olmuşdur? Deməli, burada 16 hüceyrədə sentromer sayı artırsa, başlanğıc hüceyrədə necə olmuşdur? Burada, deməli, bunu deməli necə, məsəl üçün 16 hüceyrədə sentromer sayı artıbsa, meyoz prosesinə daxil olub deməli 8 dənə hüceyrə, 8 dənədən 16 hüceyrə əmələ gəlib, 16 hüceyrədə sonradan elə bil bölünəcək, sentromer sayı bunlarda artacaq. Deyir ki, başlanğıc hüceyrələrinin sayını soruşur bizdən. Başlanğıc hüceyrələr olar ilə 8D variantı. 33-cü suala baxırıq. 33-cü sualda deyir ki, mikrobiologiya və immunologiya elminin banisi Louis Pasteur'dir. Bunu digər sualda da dedik. Çiçək xəstəliyinə qarşı vaksin kəşf etmişdir. Bunu Edward Jenner kəşf etmişdir. Bu ona aid deyil. Abiogen nəzəriyyənin tərəfdarı yox, biogen nəzəriyyənin tərəfdarı olmuşdur. Toyuqlarda apardığı təcrübələrlə soyuğun bədən müqavimətinə mənfi təsirini sübut etmişdir. Bəli, C variantı da düzgün fikirdir. Daha sonra virusları təbiətin qəbir qazanları adlandırmışdır. Virusları yox, bakteriyalar adlandırmışdır. Dezinfeksiya və dezinseksiya üsullarını tətbiq etmişdir. Dezinfeksiyanı bəli Louis Pasteur, dezinseksiya Louis Pasteur'a aid deyil. Ona görə də düzgün cavabımız olar C variantı. 34-cü sualda deyir ki, doğru olmayan fikirləri seçin.
Burada A variantında deyir ki, qida zəncirində ayrıqotu və ya mamırın olmaması qida zəncirinin dağılması ilə nəticələnər. Xeyr, təkcə deməli ayrıqotu və mamır qida zəncirini qurmur. Ona görə burada doğru olmayan elə birinci olar. İkincidə biogeosenozda növ müxtəlifliyi nə qədər çox olarsa, o daha davamlı olar. Bəli, bu düz fikirdir. Yırtıcıların məhv edilməsi nəticəsində qida zənciri dağıla bilər. Bəli, üst hissəsi dağılandan sonra dağıla bilər. Düzdür. Tozlayıcı həşəratların məhv edilməsi biogeosenozun dağılmasına səbəb ola bilər. Bəli, tozlayıcı həşəratlar məhv olarsa, bitkilər əmələ gələ bilməz. Bitkilər əmələ gələ bilməzsə, fotosintez prosesi baş verə bilməz. Fotosintez baş verməzsə də deməli ətrafda oksigen qıtlığı yaranar. Ona görə biogeosenoz dağılar. Burada doğru olmayan yalnız birdir, C variantı. 35-ci sualda ekoloji piramidanın ilk halqasından sonuncuya doğru getdikcə fərd sayı azalırdı, biokütlə də azalırdı, enerji miqdarı da bəli azalırdı. Ehtiyat halında toplanan qidanın miqdarı da bəli azalırdı. Zərərli maddələrin toplanması artırdı. Ona görə burada düzgün cavabımız olar E variantı. Daha sonra 36-da deyir ki, yanlış variantı seçin. Baxaq görək burada yanlış variant nədir? Deyir ki, xəstəlik, hava şəraiti, mühit çirkliliyi səbəbindən ekoloji piramida dağıla bilər. Bəli, bu baş verə bilər. Bu aydın məsələdir. Daha sonra quraqlıq və şaxta piramidanın ilk halqasını təşkil edən canlıları azaldır. İlk halqasını bitkilərdir. Bəli, bu da düz cavabdır. Ona görə bunu da götürmürük. Ot yeyən heyvanların azalması bitkilərin azalması ilə nəticələnir. Yox, bitkilərin artması ilə nəticələnir. Bu yanlış cavab olar. Çəyirtkələrin artması quşların sayının azalması nəticəsində baş verir. Bəli, məsələn, quşlar çəyirtkələrlə qidalanır. Əgər quşların sayı azalırsa, çəyirtkələrin də sayı arta bilər. Ekoloji piramida da baş verən dəyişikliklər bioloji tarazlığı pozur. Bəli. 37-ci suala baxırıq. 37-ci sualda deyir ki, hansı canlıda mutasiyaların baş vermə ehtimalı daha çoxdur? Burada mutasiyanın baş vermə ehtimalı deyəndə deməli, məsəl üçün variantlara baxsaq, tez bir zamanda çoxala bilən, çox qısa müddətdə nəsil verə bilən canlıları məsələn götürsək, burada çəyirtkə çox qısa nəsil dövrü olur, çox sürətli çoxalması olur və çox nəsil yaranır. Ona görə çəyirtkədə mutasiyaların əmələ gəlmə ehtimalı daha çox olar digərlərinə baxanda. Ona görə 37-də düzgün cavabımız olar E variantı. 38-ci sualda deyir ki, əgər gametogenezin yetişmə zonasına 8 başlanğıc hüceyrə daxil olarsa, neçə hüceyrədə sentriol sayı artar? Deməli, biz bilirdik ki, gametogenezin birinci mərhələsində mitoz prosesi gedir, ikinci mərhələsində interfaza gedir, yəni hazırlıq dövrüdür burada. Üçüncü mərhələsində də meyoz prosesi gedir. Bizə deyir ki, meyoz prosesinə daxil olubsa 8 hüceyrə. Deməli, bu meyoz prosesinə daxil olmamışdan əvvəl interfazada artıq sentriollar ikiləşibdir. Yəni, 8 hüceyrədə sentriollar ikiləşmiş vəziyyətdə keçirlər meyoz prosesinə. Meyoz 1-də də 8 dənə hüceyrədən 16 dənə hüceyrə əmələ gəlir. Deməli, 16 dənə hüceyrədə ikiləşər. Əgər desəydi ki, ümumilikdə neçə hüceyrədə artıbdır, onda biz buradan 8 ilə 16-nı toplayıb 24 götürə bilərdik cavabı. Amma deyir ki, artıq hüceyrə daxil olubdur. Deməli, interfazada sentriollar ikiləşibdir, meyoza daxil olubdur. Meyozda da, meyoz 1-də 16 dənə hüceyrə əmələ gəlir, 16 hüceyrədə sentriollar ikiləşir, daha sonra meyoz 2-yə keçirlər. Ona görə düzgün cavabımız olar B variantı. 39-a baxırıq. 39-da deyir ki, fenilketonuriya əlamətinə görə övladların yarısı bu əlamətə sahibdirsə, onda valideynlərin genotipi necə olar? Burada deməli hamısı sahib olacaq. Burada bəli, elə burada yarısı sahib olar, yarısı sahib olmaz. Yarısı yəni xəstə olar, yarısı da sağlam olar. Elə düzgün cavabımız olar B variantı. 40-cı suala baxsaq, 40-cı sualda deyir ki, DNT molekulunda A, T kodu mutasiyaya uğramış və nəticədə sonuncu T nukleotidi, yəni bu nukleotid S nukleotidi ilə əvəz olunmuşdur. Bu halda nə baş verər? Biz bilirdik ki, DNT-də ATT, ATS və AST stop kodlardır. Bu fərdin ölümünə səbəb ola bilər. Xeyr, fərdin ölümünə müəyyən bir xəstəliyə səbəb ola bilər. Bunlar stop kodları üçün xəstəliyə səbəb ola bilməz. Sintez olunacaq zülal növü dəyişilər. Bu da aid olmaz. Hər iki kod eyni amin turşunu heç kodlaşdırmır. Hər iki halda stop kod
kodlaşdırıldığı üçün heç bir dəyişiklik olmaz. Düzgün cavabımız olar E variantı. Mənim deyəcəklərim bu qədər. Əlavə nəsə sualınız olsa şərh bölməsində yaza bilərsiniz. 30 elə bil ikinci sual, 32-ci sınaqdan sonra çoxsu əzbərçiliyə dayanan suallardır. Yəni çoxsu kitabda olan suallardır. Yenə də hansısa bir sınağın izahını istəsəz şərh bölməsində yazarsınız. Mən də izah verərəm. Sağ olun.